Yolçu yolunda gerek dedim ve kamp ərazisindən ayrılmışam. Meşənin biraz da dərinliyinə enəcəm. Meşəni bir xeyli gəzmək istəyirəm. Hələ erkəndir saat. Ondan sonra qərar verəcəm. Bir gecə daha bu meşələrdə qalmağa ehtiyac var, yoxsa artıq şəhərə doğru gedimmi deyə. Ancaq meşə çox möhtəşəmdir, çox. Yəni saatlarla gəzilə biləcək bir gözəlliyə, mənzərəyə sahibdir. Bu bitkiyə bizim zonalarda Qəbələ tərəfdə gəndalaş deyirlər. Bilmirəm, hər zonada adı fərqli ola bilər. Gəndalaş. Bir dəfə bunun bu toxumlarını, meyvələrini yığan bir nəfər görmüşdüm yol kənarında. Deyirdi ki, həkim məsləhət bilib xərçəng xəstəsi olan bir qohum üçün toplayır. Biraz belə pis olmuşdum. Amma bilmirəm nə qədər faydası varmı, yoxmu, təbabətdə, tibbdə yeri varmı? Sadəcə adam elə demişdi.